gün noyabrın 17-si Azərbaycanda Milli Dirçəliş günüdür. Bölgə TV xatırladır ki, bu bayram 1988-ci il noyabr-dekabr aylarında Bakıda başlayan Milli Azadlıq Hərəkatı ilə bağlıdır. Həmin vaxt SSR rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı anti-Azərbaycan siyasət nəticəsində Azərbaycanda anti-Sovet xalq hərəkatı təşəkkül tapdı. 1988-ci ilin 17 noyabrında Bakının əsas meydanı sayılan Azadlıqda Azərbaycan xalqının uzun müddətli mitinqləri başladı. Çoxsaylı insan meydana toplaşaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSR-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının Milli Azadlıq Hərəkatının qarşısını ala bilmədi. 1990-cı il noyabrın 17-sində Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin yeni tərkibində ilk sessiyası keçirildi. Muxtar Respublikanın adından Sovet və sosialist sözləri çıxarıldı. İmperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə Naxçıvanın adından Sovet və sosialist sözlərinin çıxarılması müstəqilliyimizin qazanılması yolunda çox böyük tarixi addım idi. Bununla Ümumi lider Heydər Əliyev milli dövlətçiliyimizin dirçəlişi istiqamətində ilk böyük addım atdı. Ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən həmin tarixi sessiyada Muxtar Respublikanın dövlət rəmzləri haqqında məsələ də müzakirə olunub. Xalq deputatlarının müzakirəsindən sonra üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklif irəli sürülüb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpa olunması barədə qərar çıxaran sessiya, onun dövlət bayrağı kimi qəbul edilməsi ilə əlaqədar Azərbaycanın Ali Sovet qarşısında vəsatət qaldırıb. Beləliklə, milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcı qoyuldu. Milli Dirçəliş günü 1992-ci il noyabrın 17-sində elan olunub. Rəna Rövşən qızı, BTV.